Və bu bayramın bərəkəti, bu bayramın şərafəti, bu bayramın fəziləti bizlərə mübarək ağanın ziyarətini yetişməyimizlə qərar versin. Bu dualarımızı müstəcabə etməklə Peyğəmbər və onun əhl-i beytinin münəvvərlərinə səlavat eşidir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əvvəla onu qeyd edeyim ki, İmam Rıza əleyhissalam haqqında bilirəm ki, məscidimizdə möminlərimizin əksəriyyəti mənsub imamın ziyarətində olurlar. Tezliklə yenidən yollar açılsın, Allah'ımızı ziyarət edir və çox insanlar olur ki, elə məscidlərimiz Azərbaycanda açılan vaxtda ilk ziyarətlər məşəd ziyarəti oldu. Bütün insanlar kasıblığından, fərqlindən və ya imkanlısına qədər hamısı mənsub imamın ziyarətinə yola düşdülər, ziyarət edədilər və inşallah ümid vardır ki, yenə də dəstə-dəstə məscidlərdən kütləvi şəkildə mənsub İmam Rıza əleyhissalamın ziyarəti olunacaq. Və onu qeyd edeyim ki, bu günləri İmam Rıza əleyhissalamın əziz bacıları bizim Azərbaycan vilayətindədir və bu gecəsidir İmam Rıza əleyhissalamın sabah günüdür. İmkanımız daxilindən sözümün əvvəlində ki, bunları qeyd edirəm ki, bilək, Rəhmə xanımın ziyarəti, Hökümə xanımın ziyarəti və bu ziyarətlərin olunması, yəni İmam özü də buyurur ki, elə məni ziyarət edəndə birinci mənim bacılarımı ziyarət edin. Mənim bacılarımı ziyarət edəsəniz, məni ziyarət etmiş hesabındasınız. Ona görə bu ziyarətlər ki, bu günləri Azərbaycanda var, imkanımız varsa, o ziyarətlərdən gerək məhrum eləməyək. Allah bütün ziyarətləri qəbul edəsin inşallah. İmam Rıza əleyhissalam kimdir? Mən bunun haqqında qısa şəkildə onun həyat yaradıcılığı və İmam Rıza əleyhissalamın necə oldu Xorasan vilayətinə gəlir. Yəni İmamın dünyaya gəlişi bilirsiniz ki, bütün Peyğəmbər şəcərəsi, Peyğəmbər əhl-i beyti, hər biri Mədinə, Məkkədə dünyaya gələn insanlar necə oldu ki, İmam Rıza əleyhissalam Xorasan vilayətinə və Məşhəd şəhərində gəldi və orada ömrünü tamamladı. İmam Rıza əleyhissalam yetişpərəst alimi özəl bir söz dedi, Allahın kəraməti möcüzəsi odur ki, Allah öz məsublarını, seçilmiş insanları dünyaya gəlişindən bəlli etdirir ki, bu kim olacaq? Bunun sonralar hansı insanlarla əlaqələri və hansı insanları xilas etməyi bu insanın vasitəsilə olacaq. Misal, bəzi insanların var elə tanınmış gördükləri, kino filmlərdə izlədiyi və bəzi insanlar var ki, Quranı oxuyub bilicilər bilirlər ki, bütün Peyğəmbərlərin kəramətləri onların dünyaya gəlişidir. Onların dünyaya gəlişi kəramətlə olub, möcüzə ilə olub, Allah onları möcüzə ilə dünyaya getirir. Və bu imamların da dünyaya gəlişi möcüzəli olub. İmam Rıza əleyhissalam dünyaya gəlişində çox hadisələr baş verir və o hadisələrdən biridir ki, İmam Rıza əleyhissalamın dünyaya gəlməsində Harunun dönməsi və Mədinə şəhərində insanların qiyama qalxması və insanların zalim xilafətə qarşı, zalim xilafətin hakimiyyətdən uzaqlaşması və insanların yenidən ayrılması. Və burada biz bir hədisi də toxunmaq istərdik ki, İmam Rıza əleyhissalamın Peyğəmbər haqqında, onun haqqında dediyi söz buyurur ki, İmam Rıza əleyhissalam alim-ül üləmadır, yəni alimdir İmam Rıza əleyhissalam. Və Əhl-i Beyt mezhebinin ən yüksək alim məqamlarındandır. Və İmam Rıza əleyhissalamın dünyaya gəlişində onun atası dünyasının dəyişməsi oldu. Yəni, elə dünyaya gəldiyi mərhələdə atasını görmədi və imam dünyasını dəyişdi və İmam Rıza əleyhissalam İmamət mülkəsində, yəni neçə dənə evlad var idi İmam Rıza əleyhissalamdan qabaq, İmam Rıza sonuncu evladı idi, mənsub İmam Rıza. Və İmam Rıza əleyhissalam elə ki, Musa ibn Cəfər Sadiq əleyhissalam dəfələrlə hədisləri və eyni zamanda özündən sonra tələbələrinə, müridlərinə dediyi sözlərin içərisində bir hədəfə daha çox toxundu. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bir zaman gələcək ki, bizim məsumlardan məsum bir imamı zülm verəcəklər
və o imam mənim əzizim olacaq, mənim nəvəm olacaq və o imam zülmə məruz qalıb şəhərliləri salınacaq və uzaq bir Mədinədən də, Məkkədən də, Kərbəladan da uzaq bir şəhərə yetişəcək və orada o suikast olunacaq və o öldürüləcək. Və bunu İmam Cəfər Sadiq əleyhissalam deyir və İmam Hüseyin Kazım əleyhissalam deyir. Və imamın dünyaya gəlişində bir məqam da bundan irəli gəlir ki, İmam dünyaya gəlişində tarixdə var ki, ailəsində böyük bir sevinç, böyük bir kədəri sevinç əhatə elədi. Yəni, imamın dünyadan getməsi və yenidən imamın dünyaya gəlişi bir sevinç hissi oyatdı. Bəzən görürsən, elə bir söz deyirlər ki, biri dünyasını dəyişəndə Allah bir dənə əvəz verir. Hətta Allah əcir versin sözü də bununla verir ki, Allah hər bir şeyin əvəzini qaytaracaq. Dünyada elə bir şey yoxdur ki, insan eliyə onun əzrini savabını görmür. Allah deyir ki, mən bir mükafat var ki, yaxşılıqdadır. Bir dəfə yaxşılıq elə 10 dəfə sənə əcr verir. Yəni, bir dəfə sən yaxşılıq eləsən, 10 dəfə onun əcrini sənə mükafatını verəcək. Amma bilirsiniz nə deyir pisliyə qarşı? Deyir, bir dəfə pislik eləsən, elə bir dənə pislik görəcəksən. Görün, Allahın ədalət prinsipi haradadır? Yəni, Allahın insanların maarifləndirilməsində ən gözəl yolu budur ki, insanlar yaxşı adamlar olsunlar. İnsanlar yaxşı yolda olsunlar. Və Quran-ı Kərimdə oxuduğum surədə də Allah-u Teala Əsr surəsində buyurur ki, İnnəl insana ləfi xusur. İnsan ziyan içindir. Dünyada özünü hey hədər eləsə də, hey özünü əlləşlər vurursa, hey özünü ora-bura aparsa da ki, bu işləri görür, bunu tamamlayır, bu misyan işi axirə qədər yönəldir. Amma görürsən ki, elə fikirləşəcək ki, o işlərdə xeyri var. Xeyr, insan ziyan içindir, xeyri yoxdur. Seyri onun əməllərindədir. Yəni, Allah qarşısında gördüyü əməllərdə onun xeyri olacaq. Ki, o Allahın buyurduğu əmrlərin ləyaqətincə vacibi əməlləri yerinə getiribsə, o əməllərdə mütləq insana xeyri Allah verəcək. Ona görə İmam Rıza əleyhissalam bütün nə qədər xeyirlər, bütün nə qədər gözəl əməllər ki var, onların içərisində bir nuraniyyətlə dünyaya gəldi və insanların simalarında dəyişiklik yox, nuraniyyətə getirdi. Ki, yəni, dünya imamsız deyil. Hədislərimizdə də var ki, dünyadan bir insan gedər, imamsız gedər, imamı tanımadan ölər, o insanın aqibəti çox azıncalıdır. Gerək insanlar məsumları tanıyırlar. Bütün dünya bu günləri neyinlər? Məsumları araşdırırlar. Ki, Peyğəmbərin əhl-i beytinin vasitəsilə dünya xilas olur. Peyğəmbərin əhl-i beytinin vasitəsilə bütün dinlər yaşayır və bütün dinlərin qardaşlıq şəklində, mehribançılıq şəklində bir yerdə olması bu insanların sayəsidir. Yəni, bu insanların olmasaydı, insanların dinə qayıdışı, insanların dinə bağlılıqları, baxışları tamamilə fərqli olardır. Yəni, bütün dinlərin içərisində hər bir dinin kamilliyi məsumlara bağlıdır. Və bu günlərdə görürsünüz, dünyanın hər bir yerindən İmam Rızanın hərəmini ziyarət edir. İmam Rızanın hərəmini ziyarət edənlərin içərisində tək elə bizim məzhəb, şiə məzhəbi yox. Bütün dünyanın hər bir yerindən, dinlər içərisində olan liderlər və onların vamiləri, İslam'a qayıdış olan insanlar, hər biri gəlir o məsum imamı ziyarət edir. Ona görə ki, o məsum imam dini kamilən şəkildə saxlayan bir şəxsiyyətlərdən biridir. Və Quran-ı Kərimə baxsaq, Quran-ı Kərimdə bizə məsumlar haqqında Allah-u Teala çoxlu ayətlər nəql edib ki, biz bunları Əhl-i Beyt məclislərində deyirik və yenidən təkrar olduğu üçün sizləri yaddaş edirəm. Quranın Ənbiya surəsinin 73-cü ayəsinə baxa bilərsiniz. Bəqərə surəsinin 124-207-ci ayəsinə baxa bilərsiniz. Əhzab surəsi 33-cü ayəyə baxa bilərsiniz. Və Maidə surəsi 55 ayəsinə baxa bilərsiniz. Və bu ayələrin içərisində mən bir neçəsini deyəcəyəm. Maidə surəsində Allah-u Teala bizə xatırladır ki, Bismillah-u-Teala və zə'ənnə əmmətən yəhdi əmrinə və əvqəynə. Allah-u Teala buyurur ki, insanları yol göstərən imamlardır. Onları düzgün
istiqamətləndirən, sıratən müstəqim yolu düzgün yönəldən məsumlardır. Və bu günlər din xadimlərdə imam deyirlər. Ne üçün? Çünki imamət ülkəsi elə bir məqamdır ki, o insanları düzgün bir hədəfə aparacaqdır. Və düzgün hədəfdə onlar üçün münacat edib, onların istəyi, onların arzusu insanların dünyada xilas olması, axirət aqibətinin üzü ağ getməsidir. Allah rəhmət eləsin, böyük alimlərimizi, müstəhidlərimizi, dünyasını dəyişən böyük müstəhidlərimizi, onların şəriət üsullarının yazılmasının bilirsiniz nə qədər əziyyət çəkirlər. Bu üsulları insanlara rahat bir şəkildə yetişdirirlər. Elə məsələ deyil. Qurandan bir məsələni çıxadır, bir ayəti çıxadır və onu gözəl bir şəkildə şəri üsluba çatdırmaq üçün böyük bir vaxt, böyük bir zaman lazımdır. Və o zamanın içərisində o şəriyyəti insanlara çatdırandan sonra insanlar bu günləri şəriyyət bölümünə baxdıqda namazın batıl edənlər, namazın etinası olan şəriyyət bölümündə və vacib hökmlər və vacibin içərisində olan incəliklər və vacibi necə yerinə getirmək, qarşıda bizim Allah nəsib eləsin siz əzizlərə, həcc ziyarəti gəlir, həccin hökmləri, həccin vacib olma məsələləri və Quran və şəriət. Və bunları bu insanlar cəmiyyətə asansılıqla yox, çox çətinliklə ortaya getirirlər. Yəni, bu məsələlər hamılıqla Quran-ı Kərimdən götürülür, ayələr. Və sonda insanlara nə olur? Onlar şəriət üslubunda alim şərh edir və insanlara gözəl bir təqdiri layiq şəkildə ortaya getirirlər və insanlar olaraq öyrənirlər. Ona görə bu yol hardan gələn bir yoldur. Bu yol Peyğəmbərimizin yoludur, müqəddəs kitabımızın yoludur və məsumlar isə bu yolu incələyirlər. Bu yolu daha gözəl bir şəkildə şərh edirlər. Və onlardan da biri məsum İmam Rıza əleyhissalamdır. Və İmam Rıza əleyhissalam bütünlüklə istər şəhər Mədinədə, istər İraq şəhərində, istər Məkkədə, istər Xorasanda bu şəhərlərin çoxunu gezən imamlar içərisində İmam Rıza əleyhissalamdır. Və imam da hansı bir şəhərə gedəndə o zalim insanlar ki var idi, məsumə əziyyət vermək, ona sui-qəsdlər olması, ona zəhər vermək, onu öldürmək, bunlara rağmen imam hamısının qarşısında bir məqsədi var, insanların hidayət olması. İnsanların günahdan qurtulması. Və bu günləri o alimlər də bu yolları insanlara götürüb tənqid edirlər, başa salırlar. Hər bir insan, əgər bir insan ailəsində öz evladını düzgün tərbiyə eləmiş olursa, əxlaqlandırırsa, o öz növbəsində böyük bir işi görmüş hesab edilir. Bugün cəmiyyətimizdə baxın, valideynlər nə qədər əziyyət çəkirlər. Valideynlər öz evladlarına qarşı uşaq balaca olduqda bir neçə problemi var, neçə sıxıntıları var. Böyüyəndə də böyük problemlər çıxır. Artıq böyüyəndə uşaqlarının son sözü bu olur. Mən bilirəm bunu, mənim dostlarım bu cür edir və mən istəyirəm belə edir. Neçin onlardan geri qalmıyor. Və valideynlə evlad münasibətləri artıq pozulmağa gələcəkdir. Və bu mərhələ çox çətin bir mərhələdir. Məsumlarımız valideyn evlad münasibətlərinə toxunur və valideyn evlada nə tərzdə yanaşmalıdır və hansı yollarla yanaşmalıdır və evlada ağır, acı söz demədən onun o yaş hədlərində öz yaşına uyğun şəkildə, yaşına uyğun tərzdə başa salmaq, onu əxlaqlandırmaq böyük bir məktəbdir valideyn üçün. Onun üçün Allah rəhmət eləsin, böyük müdrik alimlərdən biri Mövlana deyir ki, hər bir valideyn əgər evladını yetişdirib, şəxsiyyət kimi formalaşdırıbsa, o cəmiyyətdə də insanların formalaşdırmasında böyük rol olacaq, böyük zəhmətlər olacaq. Əgər bir insan ailəsində yaxşı şəxsiyyətlər insanlar kimi formalaşdıra bilməyibsə, cəmiyyətdə o yaxşı insanlar formalaşdıra bilməz. Alimlər olub ki, böyük ustadlar olub ki, onlar öz evladları ilə çox əziyyət çəkirlər. Amma sonra hədəf gəlib bu mərhələyə çatıb ki, görüb ki, həmən evlad ki, öz getdiyi deyil. O qədər valideyn onun üzərində əziyyət çəkir. Ona görə məsumlarımız da
bizə təlqin edirlər ki, insanın yetişməsində, insanların hidayət olunmasında, insanları günahdan, şeytanın tələsindən qurtarılmasında böyük sıxıntılar var, böyük əziyyətlər var və o əziyyətlərə insan gərək səbrlə, təmkinlə dözər və insanları hidayət edə, düzgün yola yetişdirər. Məsum İmam Rıza Aleyhisselamın ləqəblərindən biri və Həzrəti İmam Rıza Aleyhisselamın ləqəblərindən biri zəkidir. Yəni ki, çox zəkalı bir insan idi. Çox düşüncəli, hər sözü yerində demək. Hətta tarixdə var ki, İmam Rıza Aleyhisselam hələ uşaq idi. Bir nəfər yaxınlaşır imama, deyir ki, bu gölün içərisində insan çimər, insanın bədənində bütün xəstəliklər ölüb gedər. Var da belə bir sözlər var bu günlərdə, məsələn, rayonlarımızda, Azərbaycanın digər bölgələrdə gedəndə, deyib, filan göldə getdim, şimdi elə rahat oldum ki, sanki elə bir həyatı yenidən başladı. İndi söz formunda belə sözlər deyirlər. İmamı da deyir, belə sözü deyir, imam deyir, uşaq edir, vaxtı gördüm, özündən deyən adam böyük bir insandır, alicənab insandır. Vaxtı belə dedi ki, insan çinməyi ilə hər şey düzəlmir. İnsan gerək daxildən düzələr. Əgər insan daxildən düzələ bilmirsə, hər göldə çinginər, nə qədər istəyirsən çinginər, saatlarla çinginər. Əgər daxilin düz deyilsə, çinməyin heç bir faydası yoxdur. Bir dənə burada mətləb var. Biz bilirik ki, İslamda mənbələrdə, şəriət mənbələrimizdə bizim üzərimizdə bir neçə qüsul var ki, vacib qüsullər ki, o qüsulləri eləsək, biri nədir bizim boyumuz? Cənabət qüsuludur. Elədir, o qüsulu birbaşa namaza gəlir. Nə üçün bu mövzuda bəzi alimlər mərhələdə deyirlər ki, məhz Sübeyt qüsuludur, niyə görə sən namaza girmirsən? Amma cənabət qüsulu birbaşa namaza gələrsən. Heç olub bu sualı vermişsiniz öz-özünüzə. Mənə dəfələrlə bunu deyirlər ki, bu qüsuldür da, başını yuyursan, boyunu yuyursan, sağ, sol. Eyni şeydir də, bu nə üçün cənabəti deyirlər, amma cümə qüslünü bəzi alimlər deyirlər və yaxud o, məhsiməyi qüslüləmişəm, qeyd namaz qılımda. Nə üçün bunu demirlər, bu bunların deyirlər. Bu məsələləri nəyə görə deyirlər? Ona görə ki, cənabət qüslü elə bir qüsüldür ki, insan o mərhələdən sonra ola bilər ki, o dünyaya qadın insan getirər və o qüslün paçılığı sənə üzərində qalır. Başa düşdünüz məsələni? Yəni, ola bilər ki, sən çox üzr istəyirəm, insan yaxınlığından sonra bir uşaq dünyaya gələcək, insan dünyaya gələcək. Və onun qüslu isə sənin boyunda, sən bu başdan öz başlılığı, təmizliyi belə girən və sən pak olduğun gələcək uşaqlığı isə aqibəti, paklılıqla, nuraniyyət olmalı. Və bütün dinlərdə də var ki, uşaq da dünyaya gələndə onun 7-ci günü, 14-cü günü və 40-cı günü nə edirlər? 40 suyu 7-ci günün sonu verirlər, 40-cı günün sonu verirlər. Xaspərəstlikdə də var, İslamda da var və bütün dillərdə var ki, uşaq başlanmalıdır. Və bu məsələ insanın dünyaya gəlməmişdən qabaq, onun böyücü birinci başlanmalıdır, təmiz olmalıdır. Və təmizlikdən sonra da deyil, Allahın qarşısında ibadəti onun destamasıdır. Allahın huzurunda ibadəti destamasıdır. Amma başqa qüsüllərdir, məhz meyit qüsüldür ki, artıq əlim deyil, sənin o meyitdə, artıq o vida ali, dünyadan gedir, dünyaya gəliş deyil. Vida ali, sən əlim olmuşsan, sən boyun olmuşsun ya. Onun da şərtləri var ki, mən bu bayram günü istəmirəm deyə. Amma dünyaya gəlişi insan dünyaya getirilməsində ona görə insan gereklidir ki, qüsülləri gələk namazıdır. Cümə qüsülləri birlikdir. Cümədə bəhdət var, ehtiramsızlıq var, insanların bir yerə toplusu var və cümə ibadətinin üstünlüyü var. Bəzi alimlər deyir ki, onda da istemasa. Amma bəzi alimlərimiz tanınmış mərcək təqribləri bəziləri ki, cümə qüsülü elə get, birbaşa namazını qıl dinə. Ona görə bu məsələlər çox dərin bir məsələlərdir və İmam Rıza Aleyhisselam zəki idi ki, və yerində hər şeyin cavabını verildiyi ki, insan gerək daxilən təmizdir. Əgər insanın daxili təmizlənmirsə, qüsul ona heç bir fayda olacaq. Əgər insanın daxilində Allahla şirk, şübhə varsa, gecə-gündüz namaz qılır, heç bir faydası yoxdur. Görürsən ki, adam var da qəlbində şəhər, nə üçün mən əziyyət çəkməliyəm, niyə görə? Niyə görə sözü içində varsa, nə qədər namaz qılırsan? Əgər sən Allaha düzgün yanaşmamısan, düzgün baxışın yoxdur Allaha,
Nə qədər istəyirsən bundan sonra dua elə, onun heç bir faydası olmayacaq. İmam Rıza Aleyhisselamın ləqəblərindən biri sabir idi. Yəni, imam çox səbr edən idi və hər şeyə dözən idi, səbr edən idi. Və bu, bilirsiniz ki, Peyğəmbərlərdən bir silsilə xarakterli gələn bir böyük bir nemətdir ki, yəni səbr deyiləndə, səbirdən söz düşəndə bizə Əyyub Əleyhisselamın səbri yeganə bir səbirdir. Və bütün Peyğəmbərlər o səbrə malik olurlar və məhsullar da yolda səbirli olurlar. Tarixdə var ki, Əyyub Əleyhisselam elə bir səbrə malik idi ki, o zaman ki, üzərində olan qurtlar gedəndə o, üstündə olan qurtları götürüb üstündə olurdu, deyirdi ki, hara gedirsiniz? Hara uzaqlaşırsınız məndən? Çox, əgər bir anda gözünün qabağında canlandırsa, diqqət eləsəz ki, insan nə qədər səbirlə dözər. Adam var ki, bir saat bir dənə yerdə qalar, bir yerə düşər və yaxud o gün bir gün Azərbaycanda hadisi oldu, Beytlə Bakıda. Bir 5 dənə qala bilmədim, Beytlə az qaldım, beyin partlasın, beyin diyansın. Təsəvvür edim, indi gedin məhsulların o zindanlarına baxın. Görün, onlar nə boyda yerdə qalır. Nə boyda yerdə 1 il yox, 2 il yox, illərin, ömürlərin əsrində o yerlərdə qalırlar və o yerdə qalmamız bir illəti səbəbi var. Allah onlara səbir edir. Və o səbrə nail olurlar, özürlər və yetişirlər. Ona görə imamın bir ləqəbi səbir, sabir idi, yəni səbr edəmək. Bir ləqəbi raziyyə idi, o razı idi hər şeydən. İmam hər şeydən razı idi və Allahın qəza və qədərinə də razı idi və ona görə də İmam Rıza Aleyhisselam Xorasana yetişdi və Xorasanda Allah lənət eləsin, məmnun onun üçün çox hilələr olmuşdu və ona vəd verilmişdi, vəli sənə veriləcək və bu işlər veriləcək, bu məqamlar veriləcək, amma bu tərz bir təfəkkür idi. Məmnunun son hiləsi Xorasanda İmamı rüsva etməkdir və bilirsiniz ki, İmam Rıza Aleyhisselam Xorasan şəhərində yetişdikdə məmnun bir qadına çağırır yanına, öyrədir onu ki, mən sənə bir söz deyəcəm və o işi görsəm sənə küllü miqdarda qızıl, gümüş, pul verəcəyəm, amma bu işi sən görməlisən. Qadın deyir, nə deyir, sənin evladın var da deyir mənə. Deyir ki, oğlunu kəmərə bükülən və onu tabutda qoyulən İmam Xorasana şəhərə daxil olanda deyilən ki, ona cənazə namazı. İmam qılacaq cənazə namazı. Sonra oğlunu qaldırır, cəmaatın içində imamı rüsva edir. Və bu, Allah lənət eləsin, məmnunun son hiylərindən idi ki, imamı şəhərdə biabr edir, onu rüsva edir. Və qadın da aldanır, bilirsiniz ki, dünya həmişə insanları aldadır və sonunda ağır nəticələrlə tamamlanır. Və qadın aldanır dünya malına, məmnun dediyi kimi gedir, oğlunu kəfənləyir, tabuta qoyur, getirir. İmam Rıza Aleyhisselam Xorasana daxilində qadın başlayır ağlamalı, hakim salmalı ki, mənim oğlum ölür və mən istəyirəm ki, ya imamına cənazə namazı qılasın. İmam Rıza Aleyhisselam baxır cənazəyə və bilirsiniz ki, cənazədə yanışlar var, cənazənin üzünün qibliyə yanması və bunlar şərtdir və cənazə namazını qılan adamın özünün yanılma məsələsi və icazə alınma məsələləri. Bunlar hamısı şərtlərdir. Və imam baxır, belə üzün çörür, görür, hamısı hazırdır. Yanırlar və imam baxır, anlayan bir dənə söz deyir, icazə verirsən, cənazə namazı qılar, deyir, bəli. Deyir, mən buna cənazə namazı qılım, ölü namazı qılım, ya diri namazı qılım. Deyir, ya imam, sənin çəkdirə qılım, mənim oğlum ölüdür, ölü namazı qılım. İmam ikinci dəfə deyir, ana, mən buna cənazə namazı qılım, ya dirilik namazı qılım, ya diri adamlar ölməyib baxır. Ayıldı bu qadını ki, bu işdən nə götürgünə, bu sən Allah'ımısan, şahid edəcəksən. Bir yox, buna cənazə namazı. Təkidlə ikinci dəfə deyəndən sonra imam cənazə namazını başlayır qılmağa və bir dua edir. Dua tamamlanandan sonra ana deyir, qalx ayağa. Qalx ayağa olur, qalx bir ağır edir imamı. İmam təbəssüm edir. Deyir, çox təəssüf ki, sən özü rüsva edin və əbədi olaraq oğul dağı çəkildi səni böyüdür. Və ömrü boyu sən onun əzabını çəkəcəksin. Bir nə danışırsan sən? Açıq kəfəni görür ki, oğul artıq dünyasını dəyişdi. Artıq evladını itirdi. Niyə görə dünya malına görə məmnun öz sarayından baxır görür ki, bütün cəmaat hamılıq və imamın tərəfini yığışırlar və məmnunun hiləsi nə olur? Ortadan gedir.
Və bu belə hilələrlə İmam Musa əleyhissalamı istəyir ki, rüsva etsin. Amma Allah nədir? Allah öz seçdiyi bəndələri hər zaman qoruyur. Hər zaman onları yanındadır və onlar seçilmişlərdir. Və onlar Allah tərəfindən müttəqilərdir ki, onlar elə şəxsiyyətlərdir ki, onlar hər zaman insanların